Salam, hər vaxtınız xeyir. Bugünkü videoda biz DİM-in 3-cü qrup imtahanına hazırlaşan 11 siniflər üçün nəzərdə tutulmuş 20 variant sınaq imtahanı kitabından sınaq imtahanı 9 nümunəsinə baxacağıq. Sınaq imtahanı 9-un mövzuları gördüyümüz kimi cümlə, cümlənin məqsəd və intonasiyaya görə növləri, sadə cümlənin şəxsə görə növləri və cümlənin quruluşca növləri mövzularını əhatə edir. Digər mövzularla bağlı olan sınaqlar da kanala yerləşdirilib. Siz həmin videolara da baxıb, müəyyən məlumat sahibi ola bilərsiniz, müəyyən bilmədiyiniz məqamlara orada toxunulmuş ola bilər və məlumat ala bilərsiniz. Eyni zamanda videoları izləyərkən videoları bəyənib, kanala abunə olmaqla da öz dəstəyinizi bildirmiş olarsınız. Bundan əlavə, ədəbiyyat fənni üzrə də sınaq imtahanları paralel şəkildə kanala yerləşdirilir. İndi isə vaxt itirmədən keçək sınaq imtahanının suallarına. Birinci sual. Nümunədə haqqında hansı fikirlər doğrudur? Bilirsənmi, atıb getməklə məni gülüm, qapıları bağlayıb, açmış qucağın zülüm. Baş cümlə əvvəl, budaq cümlə sonra işlənmişdir. Burada diqqət edəcəyimiz məqam nədir? Burada mini görəndə biz adətən deyirik ki, tabeli, tabesiz mürəkkəb cümlə mövzusuna toxunanda orada deyirik ki, əgər ki, tabeli mürəkkəb cümlədə m ədatını gördüksə, birinci budaq, sonra baş gəlməlidir. Amma biz bunu nə vaxt deyirik? Əgər m orada öz funksiyasını itiribsə və m-nı biz orada and ilə, ən bəsit yol bu şəkildə, m-nı biz orada and ilə əvəz eləyə biliriksə, orada deməli, orada mi, budaq birinci, baş ikinci gəlir. Məsələn, desəm ki, gəldinmi, məni çağır, gələndə məni çağır deyə bilirəmsə, deməli, burada mi, budaq cümlədə olub və budaq cümlə birinci, baş cümlə isə ikinci gəlib. Yox, əgər bu prosesi edə bilmiriksə, ən bəsit yol budur. Bunu edə bilmiriksə, mi orada öz funksiyasını saxlayıb, yəni sual funksiyasını saxlayırsa, sual yaradırsa, deməli, mi orada heç bir bağlayan vasitə deyil. Eyni bu nümunədəki kimi də. Bilirsənmi? Burada artıq biz bilirik ki, burada bu sual məqsədindən. Deməli, sual məqsədindənsə, burada o cümləni bir-birinə bağlaya bilməz. Ona görə burada baş cümlə əvvəl, budaq cümlə sonra işlənmişdir fikri doğrudur. Çünki bu cümlə intonasiya ilə bağlanıb. İntonasiya bağlanan cümlələrdə də adətən birinci baş, daha sonra isə budaq gəlir və bu da istisnalar var. Əgər ki, biz orada sanı bərpa eləyə biliriksə, deməli, budaq birinci, baş ikinci gəlib. Amma ora bəsit yolla kini qoya biliriksə, kinin də bəzi məqamları var, düzdür. Amma ən qısa yolla gedib kini də qoya biliriksə, deməli, budaq birinci, baş birinci, budaq ikinci gəlmiş olur. Bir doğrudur. Budaq cümlədə baş cümlənin hər ikisi var. Söhbət buradan gedir artıq. Çünki birinci cümlə oldu baş cümlə. Qapıları bağlayıb, açmış qucağın zülüm. Qucağın açan zülümdür. Qapıları bağlayıb, nə edib? Bağlayıb. Bəli, hər iki üzv var. Budaq cümlə, baş cümləyə m ədatından bayaq dediyim məqam xeyr. Burada heç bir m ədatından söhbət gedə bilməz. Burada sadəcə cümlə intonasiya ilə bir-birinə bağlanır. 4. Budaq cümlə əvvəl, baş cümlə sonra işlənmişdir. Xeyr, dedik birinci baş sonra budaq gəlib. Budaq cümlə, baş cümləyə intonasiya bağlanmışdır. Bəli, bayaq biz bunu demişdik. Cavab olur 1, 2, 5, A bəndi. 2. Nümunələrə və cədvələ əsasən uyğun fikirləri müəyyənləşdirir. Bəli, övladım. Axı mümkün deyil. Doğrudur, yanlışdır. Birinci cümlə haqqında fikirlərin doğru yanlışlığına baxaq. Bu söhbət buradan gedir. Cümlə üzvlərindən biri adlı haldadır. Baxın, söz adlı haldadır. Bura əla. Amma bu söz cümlə üzvüdürmü? Xeyr, bu xitabdır. Xitab da cümlə üzvü deyil. Ona görə bu fikir yanlışdır. Biz bunu götürə bilmərik. Bir olanları çıxaq, vaxtımızı itirməmək üçün. Daha sonra doğrudurun altında ikinci cümlə haqqında fikrə baxaq. Suala cavab verən cümlə üzvü yoxdur. Suala cavab verən cümlə üzvü yoxdur, düzdür. Burada axı ədatdır. Mümkün deyiliksə, bu da götürürük, deyirdik bunlar suala cavab vermirlər. Nə deyirdik bunlara? Predikativ xəbərlər deyirdik və onlar suala cavab vermirlər. Ona görə də cümlə üzvü deyirsə, ümumiyyətlə biz burada axıya baxmırıq. Desək ki, suala cavab verən sözlər yoxdur, burada axını götürə bilərdik. Amma cümlə üzvü deyirsə, ümumiyyətlə axıya baxmırıq.
2-ni götürdük. 2 doğru fikirdir. 2-ni saxlayırıq. Bir variant qalır, amma izahlarına baxaq. Qrammatik əsası yoxdur. Cümlənin qrammatik əsası mübtəda və xəbərdir. Bəli, qrammatik əsası yoxdur. Ona görə bu düz fikirdir. Bizə yanlış fikir lazımdır. Sintaktik təhlili xəbər mübtəda sxeminə uyğundur. Bu yanlış fikirdir. Niyə? Çünki orada dedik ki, bəli, ədaddır, övladından xitabdır. Burada nə mübtəda var, nə də xəbər var. Bu yanlış fikir deyə biz bunu götürdük. Digər cümlə haqqında şəxsi və cəmiyyətə görə uzlaşma gözlənilib. Xeyr, bu da yanlış fikirdir. Orada şəxsi və cəmiyyətə görə uzlaşma mübtəda ilə xəbər arasında olur. Cümlənin mübtəda və xəbəri olmadığı üçün orada bu uzlaşmanı biz görə bilmərik. Cavab oldu 2, 4, 5. A bəndi. 3. Dünyada qəribə təzadlar olur. Şeir sənət nəcib hisslərin, nəcib fikirlərin tərcümanı olduğu halda, bəzən qəddar hökümdarlar da onu sevirlər. Nümunəsi ilə bağlı doğru fikirdir. Söz birləşməsi daxilində həmciz cümlə üzvləri işlənib. Söz birləşmələri, burada nəcib hisslər var. Burada yoxdur heç bir şey. Nəcib fikirlər, fikirlərin tərcümanı. Burada yoxdur bu. Doğru fikir soruşur da bizdən. Bəli, ona görə bu yanlış fikirdir. Nitq hissəsi ilə ifadə olunmuş mübtədalar mürəkkəb cümlənin tərkib hissələrinin əvvəlində işlənmişdir. Nitq hissələri ifadə olmuş cümlələr mürəkkəb cümlənin tərkib hissələrinin əvvəlində işlənmişdir. Məsələn, sevirlər ki, hökümdarlar. Bu əvvəl deyil axı. Ona görə bu da yanlış fikirdir. Cümlədə iki qrammatik əsas vardır. Yəni nə demək istəyir? Cümlə mürəkkəb cümlədirmi? Olur nə? Təzadlar. Məsələn, burada da nə? Sevirlər kim? Hökümdarlar. Bəli, iki qrammatik əsas var. Cavab oldu C bəndi. 4. Hansı cümlənin intonasiyası durğu işarəsi ilə müəyyən olunur? Nə deməkdir bu? Yəni biz bilirik ki, sual cümləsinin yaranmasında sual ədadları iştirak edir, sual əvəzliklərindən istifadə olunur və sual intonasiyasından istifadə olunur. Əgər biz orada sual ədadını və sual əvəzlikini görmürüksə, deməli bu cümlə sadəcə sual intonasiya ilə yaranmış olacaq. İndi cümlələrə baxaq. Banu bəyim mil düzü səyahətindən hələ qayıtmayıb. Banu bəyim mil düzü səyahətindən hələ qayıtmayıb. Baxırıq ki, burada nə sual ədadı var, nə sual əvəzliyi var. Deməli, burada yalnız sual intonasiyası var. Ona görə A-nı götürürük. Məsələn, burada bəs var. Sual ədatıdır, götürmürük. Knyaz, siz nə vaxtacan sual əvəzliyi götürmürük. Razısınız mı? Ədad var, sual ədatı götürmürük. Məgər var, sual ədatı götürmürük. Cavab olur A bəndi. 5. Hansı cümlədəki iş hamıya aiddir? Yəni, nə deməkdir bu? Ümumi şəxsli cümlə. Azın qədrini bilməyən, çoxun da qədrini bilməz. Çoxun qədrini kim bilmir? Azın qədrini bilməyən. Bu mübtədası var deyə cümlə məzmunca hər kəsə aid kimi görsənir, amma bir cümlədə mübtəda varsa, o avtomatik olaraq müəyyən şəxsi cümlə kimi götürülür. Savaşanda barışmağa üz saxla. Bu təkcə bir nəfərə yox, hər kəsə aiddir. Cümlənin mübtədası yoxdur. Deməli, bu cümlə olur ümumi şəxsli cümlə. 6. Hansı bənddəki sadə cümlənin şəxsə görə növü aşağıdakı fikirləri özündə ehtiva edir? Fikir bitkinliyini intonasiya yaradır. Əksərən dram əsərlərinin remarkaları olur. Burada artıq adlıq cümlə olduğu hiss olunur. Ancaq təsdiq cümlədən ibarət olur. Cümlənin təşkil edən sözlər, birləşmələr adlı halda olur. Addən nəqli cümlə şəklində formalaşır. Söhbət adlıq cümlədən gedir. Dumanlı bir dağ ətəyi sıx meşəli ilə cavab A bəndi. 7. Hansı cümlədə altından xətt çəkilən söz çıxarılsa, sadə cümlənin şəxsə görə növü dəyişər. Doğma yurda qayıdan Azərbaycanlılar hazır evlərlə təmin olunurlar. Cümlənin şəxsə görə növü dəyişər. Burada daha çox biz fikrimizi verməliyik mübtədaya. Çünki mübtədanın olub-olmamasına görə bu cümlələr şəxsə görə növə bölünürlər də. Yəni mübtəda olsa müəyyən şəxsədir, olmasa qeyri-müəyyən şəxsi cümlə ola bilər, ümumi şəxsi cümlə ola bilər. Yəni məsələ bunlara fikir verməliyik. Ona görə buraya çox qalmırıq. B. Gənclərin təhsil və idman sahəsindəki uğurlarını eşidənlər fəxr edirlər. Fəxr edirlər ki, gənclərin uğurunu eşidənlər. Yenə gənclərin çıxarsam nə olacaq? Təhsil və idman sahədəki uğurları eşidənlər. Yenə də burada bir şey dəyişmədi. Mübtəda var. Köçkünlər Qarabağın azad edilmiş rayonlarına qaydanda doğma yurdunu heç vaxt görməyənlərə belə sevinirdilər.
Köçkünlər Qarabağın azad edilmiş rayonlara qaydanda doğma yurdunu heç vaxt görməyənlər belə sevinirdilər. Sevinirdilər kim? Doğma yurdunu görməyənlər də deyə bilərik. Bir də köçkünlər kim? Ona da deyə bilərik. Yəni burada mübtəda yenə də istənilən halda olur deyə növ dəyişmir. D. Dispetçerlər uçuş meydançasına keçən bütün sərnişinləri nəzarət edirdilər. Hə, bax bura fikir verək. Xəbər üçüncü şəxsin cəmindədir. Bu ola bilər müəyyən şəxs cümlə, bu ola bilər ümumi şəxs cümlə, bu ola bilər qeyri-müəyyən şəxsi cümlə. Müəyyən şəxs cümlə nə vaxt olur? Qarşısında əgər mübtəda olarsa. Əgər qarşıdakı mübtədanı çıxarsam cümlədən, bu artıq olur qeyri-müəyyən şəxsli cümlə. Cavab ona görə olur D. 8. Müəyyən şəxsi cümlə deyil. Özgə ağlı ilə iş görmə. Bu ümumi şəxs cümlə. Çünki hər kəsə aiddir, bir nəfərə aid deyil. Ona görə cavab olur A. 9. Nümunədən biri 2 qrammatik əsaslıdır, yəni mürəkkəb cümlədir. Bu hadisənin belə sakitcə gəlib keçməyini, evdə hər gün dava-dalaş düşəcəyini aydınca görürdü. Kim o? Allahyar səhər tezdən nökəri yola salandan sonra atı minib Kürün sahilinə indi. Kim? Allahyar. Hirsindən gözləri qan çanağına döndü. Kimin? Onun. Daha sonra kişini fikir götürdü. Gərək kömək edəsiniz siz. Uşaqlardan seçib oxumağa aparaq biz. Cavab olur E. 10. Nümunə sadə cümlənin şəxsə görə hansı növünə aiddir? Topların ağzını evin çardağına tərəf çevirdilər. Kim? Bilinmir. Müəyyən bir qrup şəxs tərəfindən icra olunur iş. Cavab olur A. 11. Nümunələri müqayisə edərək uyğun fikirləri müəyyən edin. Gülbənizə bir neçə dəfə tapşırmışam bu 4 ayda. Bəzi sözlər deyəcək o sənə. Mənim qəti fikrimdir ki, sən qırmalısan bu murdarların hamısını. Hər iki cümlədə söz sırası pozulub. Əgər elə bir fikir olsa o götürəcək. Hər iki cümləyə aiddir. Aiddir. Söz sırası pozulmuş mürəkkəb cümlədir. Söz sırası pozulub mürəkkəbliyinə baxaq. Tapşırmışam mən, deyəcək o. Düzdür. Mənim fikrimdir. Sən qırmalısan bunların hamısı. Düzdür. Biri götürdük. Hər iki cümləyə aiddir. Tərkibində tabesizlik əlaqəsi işlənmişdir. Yox, bu hər ikisinə aid olmadı. Sonra, cümlələrdən yalnız birinə aiddir artıq. Cümlələrin hamısı eyni diksiyasıyla ifadə olunub. Bu hər ikisinə aiddir. Çünki ikisində də əvəzlik var, məsələn. Mübtəda var, xəbər var. Yəni, cümlə üzvlərinin hamısı eyni diksiyasıyla ifadə olunub. Bəli, yəni deyirəm ki, mübtəda da ismlə ifadə olunub, xəbər feillə ifadə olunub, zərflik var, zərflə ifadə olunmuş. Yəni, bu hər ikisinə aid fikirdir, ona görə bunu götürmürük. Tərcümədə sadə cümlələr nəqli cümlədir. Yox, burada məsələn, deyəcək, nəqli cümlə deyəcək, hə, bu nəqli cümlə olur, amma digərlə qırmalısan bu murdarların hamısını. Tapşırmışam bu 4 ayda bəzi sözlər deyəcək o sənə. Mənim qəti fikrimdir ki, sən qırmalısan bu murdarların hamısını. Burada da həm də əmr cümləsi də var. Sadə cümlələr deyil, nəqli cümlədir, yalnız birinə aiddir bu. Ona görə də 4'ü götürürük. Cavab olur 1, 4, A bənd. 12. Gülmə qonşuna, gələr başına nümunəsi ilə bağlı səhv fikirləri müəyyən edir. Mürəkkəb cümlədir, tərəflərindəki sözləri qrammatik mənaları eynidir. Düzdür. Baş və budaq cümlələrdən ibarətdir. Gülmə qonşuna, gələr başına. Baş və budaq cümlələrdən ibarətdir. Bu tabesiz mürəkkəb cümlə. Tabesiz mürəkkəb cümlədə baş və budaq cümlə olmaz. Tərkiblər ancaq qrammatik əsasdan ibarətdir. Qrammatik əsas, yəni mübtəda və xəbərdən ibarətdir deyir. Gülmə qonşuna, kimə? Qonşuna. Qrammatik əsas mübtəda və xəbərdir, bu səhv fikirdir. Tərəflərdəki fikirlər qarşılaşdırılır. Xeyr, gülmə qonşuna, gələr başına. Qarşılaşdırılmır axı burada fikirlər. Bağlayıcı vasitə intonasiyadır, bu düz fikirdir. Cavab olur 2, 3, 4. Ümumiyyətlə, bu tip testdə məsələn 1-5'ə baxsaydınız, orada deyəcək ki, bağlayıcı vasitə intonasiyadır, bu düz fikirdir. Səhv fikir soruşur deyə 5'ləri çıxsaz, yerdə cavab qalırdı.
13. Hansı sual cümləsi mürəkkəb cümlədir? Bəs siz mənim adımı hardan bilirsiniz? Sadə cümlədir. Vətənini, ata-baba yurduna atan oğula qarşı mən nə cür olmalıyam? Sadə cümlədir. Kimsiniz ay oğlan, nə istəyirsiniz? Mənə deyin görüm kimsiz? Belə bir məsələyə siz özünüz necə baxardınız? Belə bir məsələyə siz özünüz necə baxardınız? Cavab elə deyibən olur. Ruscanı haradan necə öyrənmişsən, bu sadə cümlədir. 14. Hansı cümləni sual cümləsinə çevirmək mümkün deyil? Bir vedrə süd lazımdır. Bir vedrə süd lazımdır. Əl çəkin bu fars ərəb sözlərlə dolu qəzəlçilikdən, mətiyyəçilikdən ağalar. Bunu çevirə bilmərik sual cümləsinə. Cavab olur B bənd. Gənc kənarda oturub kitab oxuyurdu. Gənc kənarda oturub kitab oxuyurdu. Meşəbəyin üstünə xəzəl yağırdı. Meşəbəyin üstünə xəzəl yağırdı. Sabahda bir gündə Daşdəmir də köçməli idi. Köçməlidir, köçməli idi. Oldu cavab B bəndi. 15. Sual cümləsini yaradan vasitələrin biri fərqlidir. Bəlkə Kazaklar onun yolunu kəsib. Siz Əşrəfin atası deyilsiniz ki, burada sual ədatı var. Elə sənin kimlər deyilmi? Burada da sual ədatı var. Məgər sual ədatı var, bəs sual ədatı var. Deməli, bunlar dördü də eynidir. Cavab olur A bəndi. 16. Hansı cümləni həm sual, həm də əmr cümləsi kimi düşünmək olar? Nəticələri niyə yenidən bir-bir nəzərdən keçirdim? Nəticələri niyə yenidən bir-bir nəzərdən keçirdim? Bu olur sual, əmr ola bilmir. Keçirdim. Nəqli cümlədə ola bilər, amma əmr ola bilmir. Həmişə şəhidlərin uca ruhunu yaşadın. Sual etmək olmur bunu. Hamınız əlavə qrup yaradın. Sual etmək olmur bunu. Qərib yerdə pulsuz necə keçindin? Sual eləmək olur, amma əmr olmur. Saxlanızdakı bütün yükləri yoxladın. Bir bu deyə bilirəm. Nə deyirəm ki, saxlanızdakı bütün yükləri yoxladın. Yoxlatmaqdır bu, D deyil. Yoxlamaqdan yoxlatmaqdır bu. Ona görə cavab olur E bəndi. 17. Niyyətin hara, mənzilin ora. Doğru fikir. Həmciz üzvlər var. Xeyr. Hərə öz xəbər, öz mübtədası var. Feili xəbərlidir. Xeyr. 2 qrammatik əsası var. Bəli. Niyyətin haradır. Haradır nə? Niyyətin. Haradır nə? Mənzilin. Oradır nə? Mənzilin. Cavab olur C bəndi. 18. Sadə cümlənin şəxsə görə növlərini ardıcılıqla müəyyən edin. Yaba ilə dovğa içdik. Bu olur müəyyən şəxsli. Şəxs sonunda əsasında deyirik ki, bu müəyyən şəxslidir. Əvvəl təyam, sonra kəlam. Bu da olur adlıq cümlə. Çünki xəbər yoxdur. 19. Cədvəldəki doğru bəndləri müəyyən edin. Bəlkə Ağarəhmin qulağı səsə düşüb. Məqsəd və intonasiyaya görə növü sual cümləsidir. Bəli, düz fikirdir. Sual əvəzlikləri və ədatlardan başqa digər vasitə düzəlir. Bəli, sual intonasiyasını düzələ bilir. Cavab oldu. Biri götürürük. Yəni. Gəlin stolun üstünə dərin buludda çolpa çığırtması. Gəlin stolun üstünə dərin buludda çolpa çığırtması qoydu. Nəqli cümlədir. Xəbəri əmr şəklində olmayan başqa feil formanı təsdiqdə və inkarda işlənir. Düzdür. İntihası qonaq qardaş. Gərək biraz ləngisin. Əmr cümləsi. Xəbəri feilin yalnız bir şəklində təsdiq və inkarında olur. Bəli, əmr cümlələri yalnız feilin əmr şəklində olur. Cavab olur 1, 2, 3. A bəndi. Qoy həmişə sülh olsun. Əmr cümləsi əmr ədatlarından da istifadə olunur. Qoy həmişə sülh olsun. Əmr cümləsi əmr ədatlarından istifadə olunur. Bu səhv fikirdir. Cümlə əmr cümləsi deyil, nida cümləsidir. Digər bu insanı bağışla. Nida cümləsi nidaların köməyi ilə yaranır. Sonda nida işarəsi yoxdur. 20. Nümunələr əsasən cədvəldəki doğru fikirləri müəyyən edin. Xaç müharibələrində qılıncla fəth eləyə bilmədiklərini qələmlə fəth eləyirdilər. Görürsənmi necə yox olur saflığın? Həqiqəti gizlətməklə mahirdir bizim bu fatihlər zəmanəsi. Siz gəlməyin, qarışmayın bu qurğuya. Qoy səninlə bərabər onu da məsuliyyətə alaq. Nümunələrdən ikisinə aid fikirlərdir.
nəqli cümlədir. Baxaq görək ki, iki cümlə nəqli cümlədirsə, biz onu düzgün fikir kimi götürəcəyik. Xaç müharibələrində qalın. Bu nida cümləsidir. Bu aid ola bir olmur. Görürsənmi necə yox olur saflığın? Bu sual cümləsidir. Bu da nida cümləsidir. Siz gəlməyin. Əmir. Qoy səninlə bərabər məsələ alaq. Əmir. Bu getdi. Yüksək tonla tələffüz etdə hiss həyəcan yaradır. Söhbət nida cümlələrində gedir. Bu. Bir də bu. Bu düz fikirdir. İkini götürürük. Əmir cümləsidir. Bayaq dedik. Bu da əmirdir. Bu da əmirdir. Bunu da götürürük. Nümunədən yalnız artıq birinə aid olan fikri götürəcəyik. Nida cümləsinə çevrilə bilər. Siz gəlməyin, qarışmayın bu qurğuya. Qoy səninlə bərabər onu da məsuliyyətə alaq. Olmur. Birinə aid yəni fikir deyil. İntonasiya sual izləri və ədatla yaranır. Bu söhbət buradan gedir. Sual cümləsindən gedir. Bunu götürürük. Sual cümləsidir. Bir də elə bu da buna aiddir. 2, 3, 5, 6 cavab olur C bəndi. 21. Fikirlər hansı nümunəyə aiddir? 3 qrammatik əsasdan ibarətdir, nəqli cümlələrdən ibarətdir. Yəni 3 cümlənin birləşməsindən əmələ gəlmiş mürəkkəb cümlə. Bu yağınlıq olduğundan otlar vaxtından əvvəl göyərmiş. Yazın ilıq nəfəsini duyandan sonra isə püskürüb qalxmışdı. Sadə cümlə. Maşın çoxdan getmiş, tozda çəkilmişdi. Getmişdi maşın, çəkilmişdi toz. 2 qrammatik əsası oldu. Gün gələr, gələr gün. Ağ çöldən balıq qurtarar. Çöllərdə turacın, qırqovulun səsi kəsilər. Kəsilər nə? Qırqovulun səsi, turacın səsi. Qurtarar nə? Ağ göldən balıq. Gələr nə? Gün. Cavab oldu. C bəndi. 22. Düzgün fikirləri müəyyən edin. Mürəkkəb cümlənin komponentləri arasında həmişə durğu işarəsi olur. Xeyr, bəzən olmaya da bilər. Çünki tabeli mürəkkəb cümlədə bəzi bağlayıcılar var ki, onlardan durğu işarəsi onlardan istifadə olunmaz. Sadə cümlə 2 mübtəda varsa, demək bu mübtədalar həmcinsdir. Sadə cümlədə 2 mübtəda varsa, bəli, demək bunlar həmcins olur. Mürəkkəb cümlənin bağlayıcıdan əlavə başqa vasitələ bağlana bilər. Bəli, bağlayıcıdan əlavə bağlayıcı sözlə, intonasiya ilə bağlana, ədatlarla da hətta bağlana bilir, modal sözlə də bağlana bilir. Düz fikirdir. 2, 3. Mürəkkəb cümlədə, sadə cümlədə kimi mübtəda olmaya bilər. Bəli. Məsələn, gəldik, danışdılar. Biz gəldik, onlar danışdılar. Ancaq xəbərlər əsasında formalaşır. Cavab oldu A bəndi. 23. Altdan xaç çəkilən söz hansı sözlərlə əvəzinizdə sadə cümlələr alınar, vergüldən istifadə edilməz. Uşaqları oxutsaq, gələcəyimizi rifaha çatdırmaq olar. Uşaqları oxutmaqla gələcəyimizi rifaha çatdırmaq olar. Biri götürürük. Uşaqları oxudun. Xeyr. Uşaqlara tərbiyələndirəcəksə, xeyr. Uşaqları ayıldın, xeyr. Uşaqları savadlandıraq, gələcəyimizi rifaha çatdıraq, bəli. Uşaqları öyrədiriksə, gələcəyimizi rifaha çatdırmaq olaraq, xeyr. Cavab oldu 1, 5. 24. Cümlədə, cədvəldə əmr cümləsi ilə bağlı uyğun fikirləri müəyyən edin. Doğru və yanlış fikirlər. Doğrudur. Xəbəri feilin əmr formasında olur. Düppədüz. Xəbəri yalnız insanlara əhatə edir. Xeyr. Hərəkətə münasibətdə arzu, istək, nəsihət salarlarda ifadə edilə bilər. Təbii ki. Qaydada bu cümlə var. Yanlış fikirlər. Əmr şəklində feil işlənən cümlə mütləq əmr cümləsi olur. Xeyr, bəzən nida cümləsi də ola bilər. Bu yanlış fikirdir. Ona görə 4-ü götürdük. Arzu olunanın yerinə yetirməli olan şəxs həmişə cümlədə iştirak edir. Bu da səhv fikirdir, götürürük. Təsdiqə inkarda olur. Bu bizə lazım deyil, çünki yanlış fikir deyil. Cavab oldu 1, 3, 4 və 5. Əmr cümlələrini müəyyən edin. Əs, ey külək, bağır. Ey bəhri, biyaman, ləpələr, nida. Gərək bizim atlarımızı o yarışda birinci olsunlar. Əmr. Naqanını çıxart,
məni alnından özün vur. Əmir. Sən onları tatarca yazmağı öyrədərsən, sual. Qoy bundan sonraki ömrümüzdə Dağıstanda keçsin. Əmr. 2, 3, 5. 26. Hansı sual cümlələrinə söz cümlə cavab verilmişdir? Baxaq. Kimdir o, nədir o? Ana, ana. O adın qarşısında bir qutay artıq arxasını oxumağa gərək yoxdur. Bu artıq burada söz cümlədən çıxdı. Burada da sənin kimi bir oğlan getdi. Dəstəndə təzə adam varmı? Var. Sən hardasan, a kişi? Buradayam, gəlirəm, bu getdi. Öldüyü neçə ildir? 11-ci ildə bu da getdi. Knyaz hələ gəzməkdən qayıtmayıb. Xeyr, ədatla cavab vermişiksə, bu da olur. Üzvlənməyən cümlə. Cavab olur 3, 6. Bəsit sualdır. Orada əgər ki, cümlə üzvü gördürsə, artıq o söz cümlədən çıxdı. 27. Uyğunluğu müəyyən edin. Komponentləri intonasiya ilə əlaqələnmiş tabeli mürəkkəb cümlə. Komponentləri intonasiya ilə əlaqələnir tabesiz mürəkkəb cümlə. Yəni, tabeli və tabesiz mürəkkəb cümlələri tapacaq və intonasiya ilə bağlanmış olsun. Baxaq. Məqsəd budur, qalib olaq. Məqsəd budur ki, qalib olaq. Bu oldu tabeli mürəkkəb cümlə. Getdi aya. Elə danışdı hamı inandı. Elə danışdı ki, hamı inandı. Bu da getdi bura yenə. Gəldi, görüşdük. Bu tabesiz mürəkkəb cümlədir və mürəkkəbdir. C. Gəldilər, danışdılar, tam aydınlaşdırdılar. Heç birinə aid deyil. Görüşdüyümüzü bilsələr, sevinəcəklər, heç birinə aid deyil. Çünki burada intonasiya yox, bilsələr, sasə var. Ona görə də bunu da götürmürük. 1-ə A, B, 2-yə C. Keçək mətnlə bağlı suala. Hunza türkləri mətnidir. Mətni oxuyub sonra isə suallara baxa bilərsiniz. 28-ci sualda nə deyir? James Hilton'un Hunzalılar haqqında fikirləri ikinci abzasda verilmiş hansı məlumatları təsdiqləyir? James Hilton nə deyirdi? Deyirdi ki, romanında Himalay dağları ətəklərində saf, kirlənməmiş bir ərazinin olduğunu bəhs edir. Burada yuxarıda nə deyir? Deyirdi ki, onlar dənizdən 6000 metr hündürlükdə bol oksigen olan bir bölgədə yaşamaları göstərilir. Bu, o fikri təsdiqləyir, onu yaza bilərik. Digər nə deyir? Deyir ki, kirlənməmiş bir ərazinin olduğunu bəhs edir. Bunun haqqında da deyə bilərik ki, insanların çox yaşadığı. Çox yaşadığı nədir? Burada ömürləri deyir 160 ildir. Ortalama yaşı isə 110-120-dir. Bunu da ora qeyd edə bilərik fakt kimi. Bu iki faktı qeyd edirik. 29. Üzərində rəqəm yazılmış sözlər əsasında cədvəli tamamlayan nümunələri yazın və kontekstə uyğun əvəzləyə bilən nümunələr. Deməli, burada yaşamaları cümləni oxumaq lazımdır. Dünyanı daha çox maraqlandıran onların 140-150 ilə qədər yaşamaları. Burada yaşamaq insanın həyat sürməyindən söhbət gedir, ömür yaşamağından gedir, onu yazırıq. Sonra ikinci yaşamaq. Buna səbəb onların dənizdən 6000 metr hündürlükdə bol oksigen olan bir bölgədə yaşamaları. Yaşamaq burada hansı mənada işlənir? Yəni, onlar bir yerdə məskunlaşıblar, yerləşiblər, mövcuddurlar mənasında işlənib, onu yazırıq. Digər yaşamaq. Hunzalılar 900 ildən artıq bir müddətdə müstəqil şəkildə yaşayıblar, mövcud olublar, var olublar, bunda yaza bilərik. 30. Nəticə hissəsini mətnin məzmununa uyğun olan və bədi üslubun səciyyəvi xüsusiyyətlərlə zənginləşdirilmiş cümlə yazmaqla tamamlayın. Mətnin bədi üslubun səciyyəvi xüsusiyyətləri zənginləşdirməklə. Biz burada öz fikirlərimizi yazmalıyıq. Özümüz cümlə qurmalıyıq. Standart burada cümlədən söhbət getmir. Nə deyə bilərik? Deyə bilərik ki, Hunza türkləri dövrlərinin, zəmanəsinin, zamanlarının uyğunlaşmırlar onlara. Daha çox onlara uyğunlaşmayıb, özlərinə məxsus həyat tərzləri var, özləri öz təmiz sularından, burada elə bir fikirlər var idi ki, bir dildə danışlar, bol oksigen olan bir bölgədə yaşayır. Elə vədə hesab edilir, Hunzalar buz kimi su içib öz əkdikləri məhsulları, öz təbii qidaları ilə, öz təmiz buz kimi sularından içib, öz həyatlarını yaşayırlar.
hər kəsi təəccübləndirirlər bu yaşam tərzlərindən. Çünki ortalama yaşının 110-120 olmağı zamanənin, dövrün, yəni tələbinə uyğun deyil də, yəni bu insanları təəccübləndirmək deməkdir artıq. Yəni bu öz fikirlərimizdən zənginləşdirib bir cümlə qururuq. Belə, bu sınağımız da bitdi. Digər sınaqların izahı ilə inşallah görüşmək ümidi ilə uğurlar.